Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, lam yalid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Biz birinci İmam Əli ibn Əbi Talibi də məsum bilirik. Hədis var, məşhur hədisdir. Laulak ya Əli, ləma kana li Fatimətə kuffun əla vəchil ərz. Əgər ya Əli Peyğəmbər buyurur, sən olmasaydın, Fatimiyə bərabər yer üzündə bir insan tapılmazdı. Fatimə elə bir insandır ki, ya Əli sənə bərabər bir insandır. Orada onu özünə bərabər bilir. Öz yarısını hesab eləyir. Burada da Əli əleyhissalama bərabər bir insan bilir. Əgər sən olmasaydın, ona mümkün deyildi bərabər. Siz bir-birinizə bərabər insanlarsınız. Ona görə məsum, həyat yoldaşı da qeyri-məsum. Qeyri-məsum olsa bərabər olmazlar. Peyğəmbər buyurursa ki, Həzrəti Zəhra ilə Əli əleyhissalam bərabərdilər, deməli ikisi də məsumdur. Həm də Həzrəti Zəhranın böyüklüyünə, şərafətinə Əli əleyhissalamın həyat yoldaşı olmaq kifayət edir. Gör kimin həyat yoldaşıdır. Düşünməyin ki, Həzrəti Əli adi, sadə bir insan idi. İslamın ikinci şəxsiyyəti idi Əli əleyhissalam. Onu kimi bir insanın həyat yoldaşı olmaq. O insanla bir yerdə yaşamaq, bir evdə yaşamaq asan məsələ deyildi. Bir insan ki, meydanların aslanıdır. Əsədullahil qalibdir. Əsədullahil qalib, o qalib sözün çox vaxt demirlər. Allah aslanı. Amma Əsədullahil qalib. Allahın həmişə qələbə çalan aslanı. Çünki aslan var ki, məğlub olur. Amma bu o məğlub olanlardan deyil. Həmişə qalib gələn aslanlardan. Günü güzəranı döyüşdə keçir, meydanlarda keçir. Belə bir insanın həyat yoldaşı olmaq. Gəlir xəlifə olur, İslam ümmətinə xəlifə olur. İmam idi, zahirdə də xəlifə olur. İndi hamı fikirləşər ki, Həzrət Əli daha xəlifə oldu. İndi yoldaşına, balalarına yaxşı baxar. İndiyəcən fəqiranə yaşayırdı, amma indi yaxşı baxar, bunların vəziyyəti yaxşı olar. İndiyəcən arpa çörəyi yeyirdi, buğda çörəyi yemirdi. Yəqin xəlifə olanda buğda çörəyi yeyər. Amma baxdılar, Əli əleyhissalam gördülər dünyaya deyir,ğurri, qeyri, dünya, ged məndən başqasını aldat. Düşünmə ki, Əli ibn Əbi Talib xəlifədir, mənə təsir edə bilərsən. Olmaz mənə möminlər ağası desinlər, amma mən cəmaatla onların çətinliyində şərik olmuyum. Mən özümə haram eləyirəm bunu. Əli əleyhissalam buyurur ki, razıyam, əgər sizə xəlifə oldum, xəlifəlikdən sonra sizin vilayətdən getdim, gətirdiyimdən bir zərrə artıq aparan görsüz məni, vurun əllərimlə. Ki, sən gələndə bunları gətirməmişdin özündən. Hara aparırsan bunları? Yəni, mən həmin o gələn Əliyəm, getsəm də əgər. Belə sözlər deyirdi, Əli əleyhissalam belə yaşayırdı. Nəyi var idi Allah yolunda verirdi. Özü də Qur'an-ı Kərimin ayələrinə əməl eləyə. Allah buyurur ki, Allah yolunda malınızı infaq eləyin. Əli əleyhissalam infaq eləyir. Nə var? Ayə buyurur. 4 dirhəmi var idi ağanın. Birin gecə verdi, birin gündüz verdi. Birin aşkar verdi, birin gizlində verdi. Dedilər, ya əmirəl möminin, olmazdı ki, bunun 4'ünü də bir yerdə verəsən. Dedi, olardı. Amma Allah təqvalıların sifətini Quranda sayır ki, yunfiqunə sirrən və alaniyə. Gizlində də, aşkarda da. Leylən və nəhara, gecədə, gündüzdə infaq eləyərlər. İstədim bu 4 dirhəmi hərəsini bir vaxtda Allah yolunda verim, ta o ayə mənə şamil olsun. Yəni, belə bir insan nəyi var idi, verirdi. Allah yolunda canın da istəsəydilər verərdi. İndi belə bir insana, belə bir insanla yaşamaq süzcə asan məsələdir. Buna iman lazımdır, buna səbir lazımdır. Həzrəti Zəhra bax bunun öhdəsindən gəldi. O üçün bilirdi ki, hansı evə gəlin gəlib. O bilirdi onu. O bilirdi ki, kimin həyat yoldaşıdır, hansı insanın həyat yoldaşıdır. O onları çox gözəl bilirdi, tanıyırdı. Ona görə də məsuliyyətinin öhdəsindən də gəldi. Gəlin köçəndə Peyğəmbər bir söz dedi Həzrəti Zəhraya. Dedi, xanım, olmaya yoldaşından bir şey istəyəsən. Birdən olmaz, xəcalət çəkər. Heç vaxtı nəsə istəmə. Vaxt olurdu, 3 gün evdə heç nə olmurdu. Ağa əmirəl-möminin soruşurdu ki, xanım, evdə nəyimiz var, deyirdi, ağa, 3 gündə acıq, heç nəyimiz yoxdur. Dedi, bəs niyə demirsən mənə, durun bir tədarük görün? Xanım deyirdi, atam mənə evdən çıxanda tapşırıb, Əlidən bir şey istəmə, olmaz xəcalət çəkər. Mən atamın sözünə əməl edirəm. Gün
Günlərin bir günü Əli əleyhissalam gəldi, daxil oldu evə. Xanım, yeməyə nəyimiz var? Dedi, ağa, heç nəyimiz yox. Özüm də acam, sən də acsan, balalarımız da acdır. Heç nəyimiz yox. İman istəyir, səbr istəyir belə bir həyata. Hər qadının səbri çatmaz, imanı çatmaz. Deyir, heç nəyimiz yoxdur. Əli əleyhissalam həmin bu sözü deyir. Deyir, bəs niyə xəbər vermirsən? Deyir, atam mənə üçün belə tapşırıb, ona görə istəmirəm sən xəcalət çəkəsən ya əmirəl-möminin. Deyir, durur ayağa Əli əleyhissalam. Bir əbası var idi, pulu yoxdur. Görün, həyata baxın, yaşayıblar kişilər. Bir dənə əbası vardı. Götürür evdən o əbasını, çıxartır, gətirir bazara. Bunu 6 dirhəmə satır bu əbanı. Pulu alır, istəyir ki, bazarlıq eləyib evə gəlsin, yolda bir dənə fəqir çatır Əli əleyhissalam. Ya əmirəl-möminin, evdə vəziyyət çox acınacaqlıdır. Acından balalarım ağlayır. Ağa baxır, heç nəyi yoxdur. Bir dənə əbası var, gətirib bazara 6 dirhəmə satıb, indi istəyir balalarına, əhlinə bazarlıq eləsin ondan. Bu da bu tərəfdən çıxdı. Deyir, al bu 6 dirhəmi verirəm sənə. Əli boş, ağa qayıdır evə. Xanım Zəhra baxır, görür ki, bu gedəndə axı əbasını satmalı idi, pulla əli dolu gəlməli idi. Amma ağa əli boş gəlib. Ya Əli, niyə belə gəldin? Dedi, o 6 dirhəmə satdığım əbanın pulun, elə 6 dirhəmin hamısını verdim o fəqirə. Və xanım, mən onu verəndə savabına səni də şərik elədim. Xanım sözə baxın buyurur. Deyir, ya Əli, nə xoşbəxt insansan, nə müvəffəqiyyətlə yaşayan bir insansan. Hara gedirsən, xeyir bərəkət səninlədir. Hara gedirsən, xeyir bərəkət sənin ətrafından ətrafa yayılır. Namaza az qalırdı, ağa hazırlaşır, daha bir dənə əba var idi, o da getdi, pul da getdi, istəyir dursun gəlsin namaza. Çıxır yolda biri görür bir dənə ərəb yaxınlaşdı, yanında bir dənə dəvə var. Baxdı ağaya, dedi, ağa bu dəvəni satıram, almazsan? Dedi ki, alardım, amma pulum yoxdur. Dedi, ağa eybi yox, gözləyərəm, nə vaxt olar verərsən. Al bu dəvə qalsın səndə. Dəvəni verir, çıxır gedir. Ağa dəvəni götürür, elə bu tərəfdən bir nəfər yaxınlaşır. Ağa, nə yaxşı dəvən var. Bunu satmazsan, deyir, satsam neçəyə alarsan? Baxır dəviyə, deyir, 120 dirhəmə. Ağa verir, 120 dirhəmi alır. 60 dirhəmin qatlayır, qoyur cibinə. 60 dirhəmin tutur əlində, gedir o kişinin dalıcan, dəvənin yəsinin dalıcan. Gəlir, görür onu, deyir, al bu 60 dirhəm sənin. Dəvəni satdım, bu da sənin pulun. Qayıdır gəlir. Peyğəmbərlə görüşürlər. Hər ikisinin canına fəda olaq. Peyğəmbərlə görüşürlər. Peyğəmbər baxır ağaya, görür ki, vəziyyət yaxşıdır. Deyir ki, nə olub ya Əli? Hadisəni danışır. Peyğəmbər gülümsüyür, deyir, ya Əli, o dəvəni sənə satanla səndən dəvəni yalanı tanıdın, heç bildin olar kimdir? Dedi, ya Rəsulallah, kim idi? Dedi, o dəvəni sənə satan Cənab-ı Cəbrail idi. Dəvəni səndən alanda Cənab-ı Mikail idi. Bəs bilmirsən ki, Allah Qur'an-ı Kərimdə buyurur, mən cəə bil həsənə fələhu əşrü əmthaliha. Hər kəs bir versə 10 verər, verdiyin 60 dirhəmin əvəzi idi. 6 dirhəmin əvəzi idi 60 dirhəm. Nə gözəl, nə şirin həyat yaşayıblar. Amma belə bir insanlara qıydılar. Belə bir insanın canına qıydılar. İstər Əli əleyhissalam olsun, istər xanım Zəhra olsun, bir yaşadılar. Şirin həyat keçirtdilər. Bütün ümmətə nümunə ola biləcək tərzdə kamil bir həyat, Allah istəyən bir həyat yaşadılar. Və axırda ikisi də şəhid oldular. Vilayət yolunun birinci şəhididir xanım Zəhra. Birinci şəhidəsi. Vilayət yolunda canından keçdi. Gəldi, yığdı balalarını, Əli əleyhissalamı, Fizzəni, başqa qadınları başladı vəsiyyət eləməyə. O vəsiyyətlərin içərisində Əli əleyhissalama bir vəsiyyət elədi. Dedi, ya Əli, mənə quslu köynəyin altından verərsən. Elə ki, müqəddəs ruhu çıxdı bədənindən. Ağa gəldi Əsma binti Ümeyslə. Əsma su tökür, özü deyir. Deyir, mən su tökürəm. Əli əleyhissalam köynəyin altından quslu verir, yavaş-yavaş, amma yavaşca da ağlayır. Zəhranı oxşuyur, ağlayır ağa. Mən də su tökürəm. Sakitçilik çöküb hər yana. Deyir, quslun əsnasında bir də gördüm ağa. Başın qoydu divara, möhkəm ağladı, ucadan ağladı. Əsma deyir, dedim, ağa, niyə ağlayırsan? Dedi, mən indiyəcəm bilmirdim xanım Zəhranın qabırğaları sınıb. Mən indi bildim ki, xanım Zəhra niyə deyir mənə?